Mənim ifam soy kökümün danışan səsidir. Rövşən, Qərbi Azərbaycanın hansı bölgəsindənsiz? Bakı şəhərində anadan olmuşam, amma əslən İrəvanlıyıq, Zəngibasar rayonundanıq. Böyüklərinizdən, nənə-babalarınızdan, valideynlərinizdən eşitdiyiniz hansı xatirələrlə böyümüsünüz? Xatirələrimdə Qərbi Azərbaycan çox gözəl mənim üçün işıqlanır. Oraları görməsəm də, amma sosial şəbəkə ilə girib baxmışam, maraqlanmışam ki, görüm necə yerlərdir. Amma babam, nənəm həmişə danışardılar ki, çox gözəl mənzərəli bir yerdir, havası gözəl bir yerdir. Danışardı oradakı olan ab-havalardan, orada olan həmişə deyərdi ki, gözəl meyvələri olurdu oraların. Araz çayının yaxın olurdu, ora gedirdik, arada orada gəzintilər edirdilər. Babam danışardı ki, orada məscidlər var idi, məscidlərə gedərdik, kəndin ağsaqqalları, axundları yığışardılar, maraqlı söhbətlər edərdilər. Sonra orada konsertlər olurmuş, Şuşa şəhərindən gəlib orada görkəmli xanəndələr, muğam ifaçıları, konsertlər verərmişlər, tamaşalar olurmuş, tamaşalara gəlirmişlər, canlı tamaşalar verilmişlər. Yəni bu şeylərdən danışıbdır mənə və mənim tar alətinə getməyimin də ən böyük səbəbkarı mənim babamdır. İlk dəfə tar alətini o mənə alıbdı. Mən Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyurdum, amma piano sinifində oxuyurdum. Mən tarı çox sevirdim, o mənə tar almışdı. Və o tarı mən saxlamışam və arzu edirəm ki, nə vaxtsa o torpaqlara qayıtsaq, mən o tarı orada səsləndirəcəm. Köçlərdən babam danışardı ki, o vaxtı çox pis şərait olan vaxtı, qaça-qaç düşübdür, maşınsızdıq, şərait elə bir güclü olmuyor. Səlyan rayonunun Xələc kəndinə gəlib orada köç düşüblər, orada məskunlaşıblar. Bir müddət atamgil orada yaşayıblar, sonra atam Bakı şəhərində instituta qəbul olandan sonra da Bakıda yaşayıb, Bakıda fəaliyyətini göstəribdir. Babamgil amma son illərə qədər Səlyan rayonunda yaşadılar, Xələc kəndində. Yəni, orada da mən çox orada olmuşam, orada böyümüşəm. O bağa da gedərdim, orada bağımız yekə idi Səlyanda. Həmişə danışardı ki, bax, beləcə böyük bir evimiz, həyətimiz, meyvə ağaclarımız da orada həmin İrəvanda, Zəngibasar rayonunda elə bir həyəti olubdur, elə bir gözəl mənzərəli bağı olubdur. Mənim babam bağbanlığı çox sevirdi, həyətə baxırdı, ağaclara baxan idi və böyük əmim də o elə bir ab-havadaydı, düzdür, başqa bir işdə işləyibdi, amma son illərə qədər bizim bu Bakıda olan bağımızda da o elə bir babamdan o şeyləri öyrənmişdi, götürmüşdü. Ağaclara o qədər gözəl bir məhəbbəti var idi, ağacları böyüdürdü. Mən ondan öyrənirdim ki, bu ağacın sirrini hardan bilirsən, deyirdi ki, biz babadan öyrənmişik, belə bir şeylər xatirimdə var. Zamanı gələndə Qərbi Azərbaycan torpaqlarına ayaq basanda dədə-baba torpaqlarında ilk edəcəyin şey nə olar? İlk edəcəyim şey, məsələn, belə öz ürəyimdə tutmuşam ki, inşallah o torpaqlarımız qaytarılsa, biz ora getsək, yəqin ki, oranın bir fəxri vətəndaşı olaraq mən musiqiçiyəm. Çox istəyərəm ki, o sevincli günlərə mən orada bir konsert verərəm və bizim orada yaşayan Azərbaycanlılarımıza gözəl bir konsert eləyərəm. Çox gözəl bir şeydir ki, Qərbi Azərbaycan icması yaranıb. Mən o icmanın tədbirlərində də indi də çıxış edirəm, hər zaman dəvət alıram. Yəqin ki, oralar
biz gedəndə birinci mənə də dəvət eləyəcəklər və mən orada qürur hissi ilə orada bir konsert verərəm. Gözəl bir xoş gün yaşadaram orada bizim tamaşaçılarımıza.